Salam, hər vaxtınız xeyir olsun. Bilincik qızardırdım, soyuducuda saxladım, bilincik idi. İkinci dəfədir bundan bişirirəm, ona görə biraz sayı azdır. Soyuducuda saxladığım ikincisidir. Demək, yəni nə cırılmır, nə açılmır. Xəmiri çox qəşəng alınır, özünüz də görürsünüz videoda. Zəhmət olmasa kanalıma abunə olun, videoların ardı gəlsin. Və başqa yemək reseptləri ya nümunə üçün görmək istədikləriniz kanalımda yemək reseptlərim var. Girib baxıb faydalanın. Bəlkə fərqli yeməklər olar bilmədiyiniz. Yəni şərt deyil ki, hər kəs hər yeməyi bacarır. Bacarmayanlar da var. Baxın, öyrənin. Mənə də xoşdur. Rəy yazın. Yaxşı pis olduğunu yazın.